Mayın 16-sında gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15 dərəcədən 18 dərəcəyə qədər isti, gündüz 19 dərəcədən 24 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70%-dən 75%-ə qədər, gündüz 55%-dən 65%-ə qədər təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, axşam isə şərq rayonlarında bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14 dərəcədən 17 dərəcəyə qədər isti, gündüz 20 dərəcədən 25 dərəcəyə qədər isti, dağlarda gecə 4 dərəcədən 8 dərəcəyə qədər isti, gündüz 8 dərəcədən 13 dərəcəyə qədər, bəzi yerlərdə 17 dərəcə isti olacaq.